more than 700 participants to start the dialogue on sustainable aviation fuel, on sustainability, on the approach to innovative solutions in the changes that are taking place in the airlines industry. Belə tədbirlərdə beynəlxalq təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və strateji əməkdaşlığın formalaşması həyata keçirilir və bu tədbir də istisna olunmuyor. Помимо важности самой адженды, повестки и спикеров, мне очень импонирует то, что форум проходит в Азербайджане. Azərbaycan Hava Yolları olaraq da buna vəsilə olmaqda, buna töhfə verməkdə çox qürur duyuruq, həmçinin də çox sevincliyik. Ümid edirik ki, bu 3 gün ərzində baş verən görüşlər nəticələri çox yaxşı olacaq, həm ölkəmiz üçün, həm də dünya üçün, həm planetimiz üçün. Azərbaycan Hava Yolları olaraq ölkəmizin dayanıqlı inkişafına, xüsusilə də nəqliyyat sektorunun inkişaf etdirilməsinə, turizmin inkişafına verəcəyimiz töhfədən məmnunuq və bu istiqamətdə öz səylərimizi əsirgəməyəcəyik.